Salam, 17 may OTK-nın 10-cu, 9-cu və 10-cu siniflər üzrə keçirdiyi sınağa baxırıq. Birinci sual. Cədvəldə müasir bitkilərin əsas qruplarının xüsusiyyətləri verilmişdir. Verilən bitki qruplarından hansıların əksər nümayəndələri hər iki qameti hərəkətsizdir? Hər iki qamet hərəkətsizdir. Yəni demək istəyir ki, toxumlu bitkilər olsun. Tutaq ki, məsələn, çılpaq toxumlar, örtülü toxumlar, onların hər iki qameti hərəkətsizdir. Dişicik varsa, təbii ki, S-də biz bilirik ki, dişicik varsa deməli örtülü toxumlar olacaq və toxum varsa çılpaq toxumlar da artıq. Yəni N və S A variantı. İkinci sual, refleks qövsünün hansı rəqəmlə göstərilən hissəsi Pavlova görə analizatorların hissələrinin və Seçenova görə baş beyin refleks qövslərinin mərkəzlərinin hər ikisinə aiddir. Biz bilirik ki, refleks qövsü 5 hissədən ibarətdir. Reseptor sahə, ikinci hissi yol, üçüncü mərkəz, hər iki yol, hər iki sinir yolu və beşinci işçi orqan. Analizatorlara görə reseptor hissi və mərkəzi hissələrdən ibarətdir. Amma Seçenova görə baş beyin reflekslərinin reseptor sahəsi var, mərkəzi var və işçi orqanı var. Şəkildə də göstərilən bizə 1 işçi orqan və 3 mərkəzdir. D variantı. Doğru olmayan ifadələri müəyyən edin. İnsanın gövdə skeleti körpücük sümü ilə birləşmə əmələ gətirir. Gövdə skeletimiz bəli, 2 dənə körpücük sümü ilə birləşmə əmələ gətirir. Hərəkətli birləşmə əmələ gətirir. Ənsə sümüyü ilə bəli, birinci boyun fəqərəsi ilə hərəkətli birləşmə əmələ gətirir. Eyni zamanda qabırğa ilə döş fəqərələri də hərəkətli sümük sayılır. Keçmiş nəşrlərdə bu kitabda qeyd olunub. Borulu sümüklərlə birləşmə əmələ gətirir. C variantını saxlayaq. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir. Bəli. Yastı sümüklərlə birləşmə əmələ gətirir. Təbii ki də. C variantı bizim səhv variantımızdır. Borulu sümüklərlə birləşmə əmələ gətirir. Səhv variantı. Gövdə skeleti borulu sümüklərlə birləşmə əmələ gətirmir. Dördüncü sual. Yaşıl quş mamırı hansı rəqəmlə göstərilən hissəsi həm ana, həm ata bitkinin əlamətini daşıyır. Bu deməkdir ki, yəni ziqotdan əmələ gəlsin. Təbii ki, ayaqcıq üzərində qutucuq 2, 1 və 2 A variantı. Başlanğıc sayı 3 olan bakteriya 2 saat ərzində bölünməyə məruz qalmışdır. Aha, başlanğıc bakteriyamızın sayı 3. Daha sonra 2 saat ərzində birinci saatda bakteriyaların bölünməsinə maksimum sürətlə vaxt sərf olunubsa, deməli 20 dəqiqədən bir bölünüb, 3 bölünüb 6, bölünüb 12, bölünüb 24 olub. Hər 20 dəqiqədən bir saat ərzində. Daha sonra ikinci saatda isə minimum sürətlə davam edərsə, yəni daha uzun bir müddətdə bölünərsə, sonun minimum sürətlə davam edərsə, ikinci saatı da qeyd etsək, bura 2 dənə əlavə etməliyəm mən. Deməli, olacaq 3, 6, 12, 24, daha sonra 48 və bölünəcək axırıncısı 96 olacaq. Sonuncu bölünmədə cəmi neçə fərd iştirak etmişdir? 96 fərd iştirak edib, amma sonuncu bölünmə burada 48-dir. Çünki artıq 96 bölünməyib. Cavab B variantı. 6-cı sual. Soxulcanın hərəkətində iştirak edən əzəllər A və B göstərilmişdir. A həlqəvi əzələlərdir. Bu formada dərinin altında yerləşir həlqəvi əzələlər. Uzunlu əzələlər isə onun altında yerləşir. B ilə göstəriləndə uzunlu əzələlərdir. Həlqəvi və uzunlu. Aha. A və B əzələləri eyni anda yığılır. Xeyr, təbii ki də biri yığılsa, biri boşalmış vəziyyətdə olmalıdır. Bir səhv variantımdır. A uzunluğuna, B həlqəvi əzələlərdir. Biz dedik ki, A həlqəvi, B uzunlu əzələlərdir. 2 də səhvdir. Cavabları çıxaq. Cavabımız qaldı 3, 5. Baxaq. A həlqəvi, B uzunlu əzələlərdir, düzdür. A əzələləri yığıldıqda bədən nazikləşir. Bəli, həlqəvi əzələlər yığıldıqda bədən nazikləşir. 3 və 5 mənim doğru variantım idi.
Sap nümayəndələrinin törətdiyi xəstəliklər, sap biz burada eknikokozu görürük. Yassı qurdlara aiddir. Biri çıxaq. İki sap aiddir və 8-ci sualda 28 günlük aybaşı sikli zamanı, aybaşıdan sonraki fazanın davam etmə müddəti, aybaşıdan sonraki aybaşı fazası 4-5 gün davam edir. Davam etmə müddəti 4-5 gündür. Aybaşıdan sonraki faza isə 9-10 gündür. A minus B ifadəsinin maksimum qiymətini biz hesablamaq üçün, almaq üçün daha doğrusu aybaşından sonraki fazanı mən 10 götürərəm. Amma aybaşı fazlasını 4 götürərəm ki, mən maksimum qiyməti ala bilim. Edəcək 6. Əgər bir ay sikli şəraitində fərq 6-dırsa, bir aylıq sikldə fərq 6-dırsa, bəs neçə aylıq sikldə fərq 60 olacaq? X-ı tapıram 10. 10 yumurta hüceyrə əmələ gəlib. Yönəldici cisimciklərdə yumurta hüceyrədən 3 dəfə çox olduğuna görə cavab edəcək 30. 10-u 3-ə vuracağım, cavab edəcək 30. 9-cu sual. Bitişik erkəciklərin sayı noxud bitkisindən söhbət gedir. Yazaq. Paxlalılar fəsiləsinə aid bilirik ki, bitişik erkəciklərin sayı 9 ədəddir. 36-nı 9-a bölərəm. İlk öncə taparam neçə çiçəyi var imiş. 4 çiçəyi var imiş. Hər bir çiçəkdə bir qayacıq, bir yelkən olduğuna görə 4 çiçəkdə 4 qayacıq, 4 yelkən olacaq. Onların da cəmi edəcək 8. Yosun, mamır və göbələk üçün ortaq cəhətdir. Yosun, mamır və göbələk üçün ortaq cəhətdir. Hüceyrə divarına malik olmaq. Heyvanlardan başqa hamısı hüceyrə divarına malikdir. Yosun, mamır, göbələk üçün ortaq xüsusiyyət sayılır. Kök sisteminə malik olmaq xeyr. Xlorofil pigmentinə malik olmaq. Göbələklərdə xlorofil yoxdur. Spor əmələ gətirmək. Spor əmələ gətirmək, bəli, aid edə bilərəm. Yosunlara da, mamırlara da, göbələklərə də. Leykoplastlara malik olmaq yenə göbələklərdə yoxdur. Cevap 1, 2 və 4. Daha doğrusu 1 və 4. E variantı. 11-ci sual. Xərçəng və hörümçəyi göstərir. Şəkildə bizə hər ikisində olur. Traxeyalar xərçəngdə yoxdur. Yaşıl vəzi hörümçəkdə yoxdur. Kisə şəkilli ürək hörümçəkdə boru şəkillidir. Kisə şəkilli sadəcə xərçəngdədir. Hörümçəkdə boru şəkillidir. Düzünə inkişaf, bəli, hər ikisində var. Gəlsəmə isə hörümçəkdə yoxdur. Xərçəngdə var. Cavab D variantı. 12-ci sual. Şəklə əsasən hansı ifadə doğru deyil? Ekranı silək. Baxaq 12-ci suala. Şəklə əsasən hansı ifadə doğru deyil? A. Arteriya damarıdır. Vena damarı. C. Sidik axarlarıdır. Sidik axarıdır. Hansı ifadə doğru deyil? Mineral duzların miqdarı B-də daha çoxdur A-dan və çoxdur C-dən. Təbii ki də xeyr, A-da daha çoxdur. A-da çoxdur C-dən, C-də də çoxdur B-dən. Bu formada olmalıydı. Səhv variantım elə A variantı. Genələrin aid olduğu sinifin nümayəndələrində olmur. Diri bala doğma əqrəblərdə var. Düzünə inkişaf var. Arteriya damarı var. Boru şəkilli ürək təbii ki var. Bığcıq yoxdur. Hansı boşluğa 2 rəqəmi yazmaq olmaz? Ev itinin çiyin qurşağına 2 növ sümüyə aiddir. Xanı balığının 2 şöbədən ibarətdir. Timsahın ürək boşluğunda 3 növ qan olur. C variantı səhv variantımdır. Göyərçinin ürək boşluğunda 2 növ qan olur. Ev itinin arteriyalarında 2 növ qan dövlüdür. Çovdar bitkisi, deməli, çovdar bitkisi 2 evli bitkidir. Çovdar bir evli bitkidir. Ona görə bir variantlarını çıxıram. 5-i doğru variant kimi götürəcəm. Bir evli bitkidir. Cavabım çıxdı. 2, 3, 4. Yenə də baxaq. 2 cinsli çiçəyə malikdir, düzdür. Bir ləpəli bitkidir. Çovdar bəli bir ləpəlidir və bir evli bitkidir.
Şibyələrin tərkibində ola bilməz xromatofor, əgər yosun varsa var, xlorofil var, mitseli var, göbələk varsa, hiflər var göbələklərdə, xloroplast ola bilməz. 17-ci sual. Gövdənin quruluş sxeminə əsasən ifadələrdən hansı doğrudur? 1. Özək. 2. Odun, oduncaqdır. Üçüncü hissə kambidir. Dördüncü hissə flema. 5. Qabıq, mantar. 3 illik halqaları əmələ gətirir. 3 illik halqaları əmələ gətirir. Hansı ifadələr doğrudur? Düzdür. Elə A variantı düzdür. Kambi qatı illik halqaların əmələ gəlməsində iştirak edirdi. 5 fliyoma qatırdıq, xeyr. 5 mantardır. 2 üzü maddələr buradakı borularla hərəkət edir. 2 də üzü maddələr, xeyr. 4 sistem toxumasından təşkil olunub. Fliyoma, xeyr. 1 mexaniki toxumadan təşkil olunub. Özək, xeyr. Əsas ehtiyat toplayıcı toxumadan təşkil olunub və özəyin tək bir toxuması var. O da əsas ehtiyat toplayıcı toxumadır. Hansı canlıların inkişafı dolayı yolla baş verir? Toyuqlar düzünədir və sürünənlərdə düzünədir. Yerdə qalır dolayı yolla baş verən. 2, 3, 2, 3 və 5. Məməllərdə çıxırıq təbii ki. Xarici sekresiya məhsulu hüceyrə olan vəzinin hormonudur. Xarici sekresiya məhsulu hüceyrə olan vəzinin, yəni cinsiyyət vəzlərindən söhbət gedir. Burada progesteron cinsiyyət vəzinin hormonudur. 20-ci sualda böyük göl ilbizinin şəklidir. Ayaq sayı 1-dir. Ürək kameralarının sayı 2-dir göl ilbizində. Və lamisi çıxıntılarının da sayı 2-dir. 2, 2, 1, cəm elədi 5. Meyvə yanlığı 2 taycıqdan ibarətdir. Meyvə yanlığı 2 taycıqdan ibarətdir. Günə baxanı çıxaram, 2 taycıqdan ibarətdir. İkiləri çıxaq. Cavabım ya A, ya D variantıdır. Daha doğrusu biri çıxaq. Qaytarmanın bəli, onda da yoxdur. İkilərdə çıxdıq. Elə cavabım qaldı 3, 4 və 5. 22-ci sual hansı ifadə neştərçəyə aid deyil? Sinir sistemi düyünlüdür. Sinir sistemi boru şəkillidir, düyünlü deyil. İki cür sümük ili olan sümüklə birləşmə əmələ gətirir. Döş qəfəsi. İki cür sümük ili olan sümüklərimiz borulu sümüklərdir. Axı döş qəfəsimiz borulu sümüklərlə birləşmə əmələ gətirmir, səhvdir. Cəmi 4 sümüklə birləşmə əmələ gətirir. 2 körpücük, 7-ci boyun və 1-ci bel fəqərəsi düzdür. 2. Sərbəst ətrafların skeleti ilə birləşmə əmələ gətirir. Sərbəst ətrafların yox, qurşaq skeleti ilə birləşmə, 2 körpücük ilə birləşmə əmələ gətirir. 3 səhvdir. Yassı sümüklərlə birləşmə əmələ gətirir. Xeyr. Cüt sümüklə körpücük sümüyü ilə birləşmə əmələ gətirir. Düzdür. Erkək qıcının yarpaqlarının altında qametlər deyil, sporlar əmələ gəlir. Mayalanması cinsi nəsil üzərində gedir. Mayalanması, bəli, 2-ni götürərəm. Sporları yarpağın altında əmələ gəlir, düzdür. Yetkin fərdi qeyri-cinsi nəsildir, düzdür. Protalı heterotrof deyil, avtotrofdur. Cavab 2, 3 və 4. 25-ci sual həm bitki, həm də bakteriya hüceyrəsində ola bilər. Nüvə bakteriyalarda olmaz. Plazmatik membran olar, hüceyrə divarı. Bitkidən söhbət gedirsə, bəli, olar. Heyvanlardan başqa bütün hüceyrələrdə var. Vakual və plastitdə bakteriya hüceyrələrində olmaz. Sağlam insanın 3 növbəli qaraciyər hüceyrəsində cəmi neçə xromosom var? Qaraciyər hüceyrəsində, deməli, insanın bir hüceyrəsində, bir nüvəsində 46 xromosom var. 3 növbəli qaraciyərdə isə 3-ə vurarıq, cavabı taparıq. 3, 6, 27-ci sual. Çoxalmış yolu tumurcuqlanma, spor və ikiyə bölünməklə baxaq. Deməli, tumurcuqlanma yolu ilə burada çoxala bilər. Şirin su hidrası tumurcuqlanma yolu ilə çoxalır. Daha sonra maya göbələyi də tumurcuqlanma yolu ilə çoxalır. Sporla çoxalar.
Mukor göbələyi. İkiyə bölünmə yolu ilə çoxalır. Təbii ki, infizor tərliklə A, D, AMP. A və D. Keçək situasiyaya. Hamiləliyin 4-cü ayı müayinə olunan qadının bətnində 2 dölün olduğu müəyyən olundu. Bu döllər ayrı-ayrı ciftlərə malikdir. Deməli, ayrı-ayrı yumurtalardır, mayalanır. Yəni, ayrı-ayrı müxtəlif yumurta əkizlərdir demək istəyirəm. 28-ci sualda döllərin inkişafı zamanı ananın hansı müvəqqəti daxili sekresiya səviyyəsi fəaliyyət göstərmişdir? Deməli, 4-cü ayda cift daxili sekresiya səviyyəsi rolunu oynayır. Müvəqqəti daxili sekresiya səviyyəsini, yəni yaza bilərəm. 4-cü aydan artıq cift. Amma 4-cü aya qədər isə sarı cisim. Təbii ki, unutmuruq. Sarı cisimdə 4-cü aya qədər müvəqqəti daxili sekresiya səviyyəsi kimi rol oynayıb. Daha sonra cift müvəqqəti daxili sekresiya səviyyəsi rolunu oynayır. 29-cu sualda döllərin eyni və müxtəlif yumurta əkizi olduğunu müəyyən edin. Təbii ki, müxtəlif yumurta əkizidir. Çünki döllər ayrı-ayrı ciftə malikdir. Döllər ayrı-ayrı ciftə malikdir. İştirak edən qametlərin sayının ciftlərin sayına olan nisbəti. Bu döllərin əmələ gəlməsində iştirak edən qametlərin sayı ayrı-ayrı müxtəlif yumurta ikizləri olduğuna görə burada 2 qamet əmələ gəlib, burada da 2 qamet, yəni cəm 4 qamet iştirak edib və ciftlər də hərəsinin öz cifti var idi. 2 cift, 4-ün 2-yə nisbəti, o da edəcək 2-nin 1-ə nisbəti. Cavab 2-nin 1-ə nisbəti. Bu qədər növbəti sınaqlarda görüşənədək